İzləyicilər, bugün qəhrəmanlar deyə Biləsuvan Təzəkənd kəndindəyik. Belə deyək, Kərbəlayı intiqamı bugünkü mərasimidir. Çox gənc yaşlarına baxmayaraq, həqiqətən də çox xeyirxah əməllərindən yadda qalıb. Kənd sakinləri tərəfindən də istərdik ki, elə çəkək işıqlandıraq. Ev sakinləri tərəfindən bizə deyildi ki, bu məclisi xahiş edirik. Biz xahiş yox, biz deyilənlərə əməl edirik. Yəni, bizim bu Kərbəlayı qardaşımızın da əməlləri çox xeyirxah əməllər olduğu üçün çəkməyə özümüzə borc bildik. Hacı, bu günləri bizim Kərbəlayı intiqamın 2 mərasimidir. Allah rəhmət eləsin deyirik. Bizə də bu ev tərəfindən deyilir ki, çəkək işıqlandıraq. Yəni gözəl əməlləri olub. Hətta kənd sakinlərinin gəncindən ağsaqqalına kimi müsabiqə götürdük ki, hamısı da Kərbəlayının gənc yaşlarına o baxmayaraq gözəl əməlləri kənd sakinləri tərəfindən yadda qalıb. İstərdik ki, elə bir hazır kimi sizlərdən də bir iş gəlmə götürək. Buyur. Allah intiqam qardaşımıza rəhmət eləsin, Allah ruhunu şad eləsin. Düzdür, mənim onun çətindir o sözü demək, amma bir qanundur. Bir ilahi qanundur ki, olmalıdır, hamımızın başına gələcək. Amma intiqamdan bizə qalan onun xoş xatirələr oldu, onun nədir bir ədəbi oldu, onun gözəl kəlmələri oldu, onun nədir bir gözəl hərəkətləri oldu. Biz intiqamı daima bununla yad edirik və şükür ki, o bizim xəyalımızda, bizim zehnimizdə budur. İntiqamla mənim çox yoldaşlığım olubdur. Həm məclis yoldaşımız idi, həm intiqam bizim evə gələrdi, oturardı mənimlə, söhbət edərdik. O, bayaq da ərz elədim, Firuddinin bir dənə əməli var, əmr bi məruf, insanları yaxşı işə dəvət eləmək. Əsas budur, intiqam qardaşımız bu cəmiyyətdə insanları xeyir işə, yaxşılığa dəvət edən insan idi. Və o bizim zehnimizdə bu cür qaldı. Gənclərə nümunə oldu, gəncləri ilahi təqvaya dəvət elədi, Quran kələmələrinə dəvət elədi. Allah bu qardaşımıza rəhmət eləsin və onun ayrılığında tək istəyənlərini demirəm, ümumiyyətlə ev yiyəsini demirəm, hamımızı, ümumi kütləyə, ümumi kəndə, kəssəyə, hamiyə, onu tanıyanların hamısına başsağlığı deyirəm. Allah rəhmət eləsin, Allah o dünyasını versin və onun ruhunu bizlər üçün duası versin. Çox sağ ol hacı, var olasınız, həqiqətən də. Bu məclisi işıqlandırdınız və dəyər verilməsi olan qardaşa dəyər verdiniz, sağ olun. Təşəkkür. Həqiqətən də həyatda 2 şey qalır, bir hörmət, bir yaxşılıq pislik. Ancaq bu intiqam qardaşımız gənc yaşlarında o hörməti qazanan bir insan olub. Bax, bu günlərdə elə həqiqətən, bax, sizin kimi hacı da onun haqqında gözəl sözlər dedi, bizi də qürurlandırdı. İstərdik ki, elə qardaşımızdan da bir iş gəlmə götürək. Buyur. Allah köməkli olsun. Allah bu Kərbəlayı qardaşımızı da rəhmət eləsin. Düzdür, ruhani yoldaşımız idi, iman əhli idi, imanlı şəxs idi, gözəl şəxsiyyət idi. Rəhimdil, münasib insan idi. Allah onu rəhmət eləsin. Allah o getdiyi Kərbəlaya xatir, Kərbəla şəhidlərinin sərvəri olan ağamıza xatir Allah təqsirətlərindən əfv qələm çəksin, Allaha bağışlasın. Kərbəlayı qardaşımız onun haqqında doğru, düzgün bundan məlumatlar verdi. İstəmirəm mən də onlara toxanam. Çox gözəl bir insan idi, yaxşı bir insan idi, yoldaş idi. Allah cümləmizə səbr inayət eləsin. Amin. Allah yaxınlarına, xüsusən qardaşlarına səbr inayət eləsin. Allah yenə də bu ayrılıqda ürəyi yananlara səbr inayət eləsin. Amin. O bir evdən yox, eldən getdi. Gözəl bir insan idi. Allah rəhmət eləsin. Allah bəli, rəhmət eləsin. Allah sizə köməkli olsun. Var olsun. Gələn ayaqlarınız var olsun deyirəm. Təşəkkür. Şəhidimizin atası Mədət kişi qarşında baş əyirik. Bu günləri sizlərin sayəsində övladlarınız torpaq altında yatmağına baxmayaraq biz torpaq üzərində gəzirik. Ruhları qarşısında baş əyirik. Bir qəhrəman atası kimi siz də bir iki kəlmə deyərik. Allah Kərbəlayı qardaşımıza rəhmət eləsin. Çox gözəl insan idi. Məkanı cənnət olsun. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, Allah ordumuzu qorusun. Təşəkkür. Var ol. Ağsaqqal bir iki kəlmə sizdən də götürək. Allah Kərbəlayı intiqamına rəhmət eləsin. Onun haqqında ancaq müsbət sözlər demək olar. Böyüklə böyük idi, kiçiklə kiçik idi. Mən hələ onun dünyada neçə il yaşayıb tanıyıram. O heç vaxt əsəbləşməyib, səbirli olub həmişə. Allahın da xoşuna gələn insan, o insandır ki, həmişə səbirli olsun. Sağ ol, bu verilişi sən canlandırırsan. Allah rəhmət eləsin. Təşəkkür, var olasın. Buyur qardaş. Allah rəhmət eləsin qardaşlar. Gözəl insan. Allah dünyasını versin.
Çox sağ ol. Təşəkkür. Buyur qardaş, sizə də bir iş gəlmə deyədiniz. Kərbalaya intiqam mənim daim oğluydu. Biz ondan o qədər razıyıq ki, Allah ondan razı. Allah onun yerini cənnət eləsin. Amin. O xəstələr bir çay müddətində demək olar ki, kənd cəmaatı hamısı onun ziyarətinə gəldi. Nə bilim, Allah özü bilən məsləhətə Allah rəhmət eləsin. Amin. Allah qəbrin dumanı olsun. Qalanlarına Allah can sağlığı versin. Səbir versin, ailəsinə səbir versin. Hamının sevimlisi idi. O kəndin bütün xeyrində, şərində yaxınlıq iştirak edirdi. Allah rəhmət eləsin. Amin. Var olasın. Buyur. Kərbəlayın Allah rəhmət eləsin. O gözəl insan idi. Çox hörməti var ülkədə, həmişə. Allah rəhmət eləsin. Çox sağ ol. Təşəkkür edirik. Var olasan deyirik. Ağsaqqal, Allah rəhmət eləsin deyirik. Yezinə oğul deməkdir. Bu günləri sizin yezininiz olmağına baxmayaraq, ancaq bu gün kənd sakinləri sizin o yezinizin haqqında gözəl fikirlər bildirdi. İstərdim bir qaynatası olaraq sizdən bir iş gəlmə götürək. Necə xatirələr yadınızda qalıb? Buyur. Bizim onun hakkında güzel hatırelerimiz ancak kalabilir, başka şey kalabilmez. Çok güzel insan. Ondan çok güzel xasiyyətə malik idi. Allah rəhmət eləsin. Mən nə deyim, xalq hamısı görür, cəmaat görür. O müsbət danışırlar haqqında. Mən də qoşuluram olaraq. Allah onun yerini cənnətdə qərar versin. Çox sağ ol. Təşəkkür edirəm. Var olasın. Buyur. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Təşəkkür. Var olasın. Buyur. Allah rəhmət eləsin, cavandır. Allah dünyasını versin, ömrün balalarına bağışlasın. Ölməklə insan getmiş, bir də insan bile yaşayırmış. Ölmək, bir daha deyəndə ölməklə yaşamaq demək. İnsan, Növbəti dünyaya geldi. bəli, insan yaxşı əməlləri ilə yaşayır, o ölmür. Əgər o aramızda yoxsa ruhu bizdə. Allah rəhmət eləsin. Allah qalanların, əzizlərin, balaların canı sağ eləsin. Çox sağ ol. Allah rəhmət eləsin. Təşəkkür. Dediyim kimi hal-hazırda Təzəkənd kəndindəyik. Qəhrəmanlar verə biləsuvarımızda Kərbəlayı intiqam gənc yaşlarında böyük hörmətə malik olduğu üçün kənd sakinləri tərəfindən də həqiqətən çox gözəl, müsbət fikirlər bildirildi. Biz də özümüzə borc bildik, olduq, çəkdik, işğalandırdıq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Sürəkli bayraq altında, əldə silah bizi qoruyan ordunu Allah qorusun və bu gün özümüzə borc bildiyimiz kimi hər zaman da şəhid ailələrin yanında olmağı özümüzə borc bildik. Bir daha şəhidlərimizin ruhu şad, intiqam qardaşımızda yeri cənnət olsun. Allah rəhmət eləsin.